Salam dostlar, gününüz xeyirli olsun. Bugünləri sizlərlə birlikdə SASMO 2021-ci il sinif 2-nin suallarına baxacaq. Elə isə başlayaq. Birinci sual deyir ki, Formula 1 avtomobil yarışında Ferrari sürücüsü yarışı axırıncı sırada başladı, ancaq yarış boyunca o 9 avtomobili ötərək yarışı 3-cü sırada bitirdi. Yarışda neçə maşın var idi? Deməli, Ferrari ən sonunda başlayır, 9 avtomobili keçir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 avtomobili keçir. Yarışı isə nə edir? 3-cü bitirir. Yəni ondan əvvəldə 3 dənə maşın olmuş olur. Ferrari ilə deməli birlikdə nə qədər maşın var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 dənə maşın olmuş olur. Bunu qısa qaydan necə eləyə bilərik? Yəni 9 avtomobili ötür, özü də 3-cüdürsə 9 üstə gəlsin 3, 12 şəklində də birbaşa yaza bilərik. Yəni çəkməyimizə ehtiyac yoxdur. İkinci sual. Deməli, aşağıdakı şəkildə falanlar, fistanlar, şəkillər sürüşübdür də bunun ingilis dili olan formasına baxacağım. Deməli, bu birinci sinifdəki sualla eynidir, yəni o cavabdan da sürətli izah edəcəm. Deməli, yumru var, oval var, kvadrat lazımdır bizə. Deməli, B variantı ola bilməz. Ayağı yumrudur, kvadrat da ayağı düz olan lazımdır bizə. Bunlar da ola bilməzlər. Ayağındakı da kvadratla oval var, yumru lazımdır. Cavab avtomatik olur. Nə? Y variantı. Hər dəfəsində baş, əllər, ayaq və öndəki top hər sırada fərqli olmalıdır. Yəni yuxarıda da gördüyümüz qaydada bu dayanmadan bu şəkildə təkrarlanır hər biri üçün eyni formada. Yaxşı, 3-cü suala qayıdaq. 3-cü sual deyir, aşağıda çəkili bütün kublar eyni hündürlükdə və bütün kitablar eyni qalınlıqdadır. Əgər ki, kubun hündürlüyü 32 cm olarsa, kubun və kitabın hündürlüyü arasındakı fərqi tapın. Deməli, 2 kub 32 cm-dirsə, biri avtomatik olaraq 16 cm olur. 1, 2, 3, 4, 5 ədəd kub var burada. 5 vurursa 16, ümumi hündürlüyü 80 cm olmuş olur. Yaxşı, ümumi bu hündürlüyü 80 cm-dirsə, bu 80 cm neçə kitab yerləşir? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə kitab yerləşir. Deməli, mən o 80-i 8-ə böldükdə hər kitabın 10 cm olduğunu görürəm ki, hərəsi 10 cm-dir. Burada da 8 dənə olanda 8 vur 10, 80 cm olmuş olur. Biz nə isə bu ikisinin fərqini istəyirdik. Kubun biri 16 cm-dir, kitabın biri 10 cm-dir. İkisinin fərqi bizə verir nəyi? 6 cm. Cavabımız olacaq 6 cm. Hansı variant idi görək? A variantı olmuş olacaq. Gəldik 4-cü suala. Deyir ki, bəs növbəti hansıdır? Burada şəkillərin biz ardıcıllıqlarından fikir verməliyik. Deməli, ilkin növbədə qatarın sağa doğru, saat istiqamətində hərəkət etdiyini görürük. Bu hissəyə gəlib, bu hissəyə gəlib. İndi növbədə burada olmalıdır və D variantı səhvdir. Ardından vertolyotu görürük. Vertolyot gördüyümüz kimi, deməli, bu şəkildə yuxarıya qalxıb, təkrar bir də bura gəlib və təkrar eləməlidir, bura gəlməlidir, burada olmalıdır vertolyot və o sadəcə nədir? B variantındadır. Birinci sinifdə eyni olan sualları birbaşa keçirəm. Bu da birinci sinifdə eyni olan sualdır deyə. Onu da biraz sürətli izah edəcəm. Deməli, burada biz fərqlilərə diqqətlə baxmalıyıq, fərqli olanı tapmalıyıq. Deməli, baxdığımız zaman qapının formasına görə qapıda belə bir şey yoxdur. A variantı səhvdir. Ardından çiyələyin burasında belə bir işarə var. Bunda ondan yoxdur. Bu da deməli avtomatik olaraq səhvdir. Otun formasına fikir versəz, divarın qırağından çıxan ot bu formadadır. Amma belə olmalıdır. C də səhvdir. Qaldıq nə? A ilə B-nin arasında. B variantında, daha doğrusu D ilə Y-nin arasında, Y variantında pəncərə bu formada orada gördüyünüz kimi elə deyil. Cavabımız olur nə? D variantı düzgün cavab olmuş olur. Qayıtdıq normal suala. Ardından burada deməli ən yaxşı üsul, yenə deyirəm, barmağımızdan istifadə etməyimiz. İndi burada məcbur mən bu şəkildə baxmalıyam. Deməli, mənim baş barmağım hər dəfə bunun quyruğundakı bu hissəni bizə göstərəcək. Yəni, həmin o hissəni mən barmağımla göstərməyə çalışdım. Bax, bu quyruğundakı bu hissə mənim barmağımdır. Barmağımla onun döndüyü istiqamətlərə baxacaq, kölgəli istiqamətə. Deməli, o bu şəkildə döndüyündə nə olmalıdır? Bu yuxarıda olmalıdır. A variantı düzdür. Gördüyünüz kimi həqiqətən də baxdığı istiqamətdə A da yuxarıdadır. Düzdür. Ardından tam tərsinə B-yə tərəf baxdıqda isə bu şəkildə olacaq ki, belə olanda da altda olmalıdır. Yəni, B də doğrudur. Üzü aşağıya doğru baxdıqda bu şəkildə baxdıqda bu istiqamətdə olmalıdır. Yəni, D düzdür. Amma onun tam tərsi olan C nədir? Səhvdir. Cavabımız olacaq elə nə? C variantı.
Keçən növbət. Yəni bu tipli suallarda sözünüz kağızın üzərində əlinizi tutun və o istiqamətdə əlinizi tutun. Amma əlinizi qəti şəkildə bax belə döndərməyin, olmaz. Ancaq gördüyünüz kimi mən ancaq sizə əlimin için göstərməyə çalışdım. Bu şəkildə döndərdim, yuxarıya baxdırdım. Belə özümü da geriyə çəkib arxaya doğru göstərdim. Siz də o şəkildə dəftərdə aparmalısınız. Əks halda əgər bu şəkildə fırlatsanız siz düzgün cavab əldə edə bilməyəcəksiniz uşaqlar. Aha. Deməli deyir ki 2, 0, 2 və 1 rəqəmlərinin hamısından istifadə edib düzəldilə bilən ən kiçik 4 rəqəmli ədəddir. Ulduz düzəldə bilən ən kiçik 4 rəqəmli ədəddirsə, o zaman 1-i önə yazaram, 0-ı sonra 22-ni də arxasına yazaram ki, ən kiçiyi düzəldim. Bu isə düzəldilə bilən ən böyük ədəddir. Bu zaman 2-ləri önə atıb 0-ı ən arxaya ataram. Bu şəkildə 1022 və 2210 aldım. 2210-dan məndən 1022 çıxmamı gözləyir. Deməli 8, 9, 1, 1, 1198 olur bizim cavabımız. Cavablarda elə... Oy, bu 8 imiş. 1188 olur bizim cavabımız. Cavabımız olur nə? A variantı. Hər videoda deyirəm, bu video demək istəyirəm. Mən dərslərdən sonra çəkirəm videoları, yəni yorğun ola biləm bu səhvdən də. Bəzi səhvlərimə görə məni üzürlü sayasınız. 10 çıxılsın altı. Əgər hər hansı bir problem olarsa mütləq şəkildə rəy bölməsində bildirin. Növbəti videolarda böyük ehtimal ki onu nəzərə alacağam və ya rəy yerində birbaşa cavablandıracağam. Ondan 6 çıxdığımızda 4, 24, 8, 38, ardından 26 çıxdıq. 12 bəlkə yazı gedim. Siz də rahat görəsiniz. Ondan 6 çıxdım 4. Bura oldu neçə? 24. 24-dən 16 çıxanda 8, 8 də 30, 38, 38-dən 26-nı çıxdıq. 12, 52, 36 çıxanda 16, 66, 66-dan 46 çıxdıq. 20, 80, 24, 94, 94-dən 66 çıxdıq. Deməli 22 o 94-dən 94-dən 66 çıxacaq. 28, 28-in də üstünə nə edik? 2021 gəldi neçə? 2049 cavabımız olur nə? D variantı. Növbəti suala keçək. Deməli 9-cu sualda 1-2 gün bazar ertəsi olacaqsa bizdən də məndən soruşur. 1-2 gün bazar ertəsi olacaqsa dünəndən 3 gün öncə hansı gün idi deyir bizə. Yaxşı, elə yuxarıda sadəcə bu hissə bizə kifayət edirmiş. Deməli 1-2 gün bazar ertəsi olacaqsa dünəndən 3 gün öncə hansı gün idi? Deməli bu gündür, bu sabah, bu da 1-2 gündür. 1-2 gün bazar ertəsidirsə, yəni Mondaydirsə, ondan bir gün əvvəlki gün bazar günündür, Sunday. Ondan bir gün əvvəl, yəni bu gün olmuş olur. Bu gün deməli şənbədir, yəni Saturday. Özüm Azərbaycanla İngilis bölməni hər ikisi eyni vaxtda görürəm ki, hər iki bölmə bundan yararlana bilsinlər. Deməli, Saturday'dən 3 gün öncə, 1, 2, 3 gün. Dünəndən 3 gün öncə hətta, dünəndən 3 gün öncə bir gündə çəkdik buradan. Deməli, bura şənbədir, yəni 6-cı gündür. Ardından 5-ci gün, 4-cü gün, 3-cü gün və 2-ci gün olmuş olur bizim cavabımız. Yəni Tuesday, çərşənbə axşamı D variantı olur bizim sualın düzgün cavabı. Getdik növbəti 10-da. Aşağıdakı cədvəldə əsasma 2021 sözü birinci dəfə sırada göstərilib. Birinci sıradan sonra bir neçə nümunə göstərilib. Əsasma 2021 sözü ikinci dəfə neçənci sırada göstəriləcək. Bu tipli suallarda diqqətli olmaq lazımdır. Çünki burada dəyişmə var. Diqqətlə baxsaq, sasma sözü S burada ikinci sırada arxaya gedib asmos olub. Ardından A arxaya gedib smosa olub. Ardından S arxaya gedib mosas və M arxaya gedib osasım olub. Bu şəkildə. Yəni sasma. Fikir versiniz, osasma doğru. Dayanmadan öndəki hərf ən arxaya keçib. Bax, S ən arxaya keçib olub nə? Asmos. Gördünüzmü? A ən arxaya keçib olub nə? Smosa. S ən arxaya keçib olub nə? Mosas. M ən arxaya keçib olub nə? Osasım. İndi O arxaya keçində olacaq nə? Yenə sasmo
olmuş olacaq. Tamam mı? Deməli Sasmo hər dəfə 5 dəfədən bir düzəlir. 6-cıda düzəldi axı. 1-dən 6-ya doğru 5 dəfədən bir düzəlir. 2021-ə diqqətlə baxdığımızda isə 2 arxaya gedib, 0 arxaya gedib, 2 arxaya gedib, 1 arxaya gedib, təkrar enib düzəlibdi. Bəs 2021 neçə dəfədən bir düzəlir? Bir birincidə düzülmüş, bir də 5-cidə düz olubdu. Hər 4 dəfədən bir nə edir? Da 2021 düzəlir. Bunların ikisinin eyni vaxtda düzəlməsi isə 5 vurulsun 4. Yəni 20 dəfədən bir olursa, ikinci dəfə neçənci sırada göstəriləcək dediyində, əgər ən birinci bir nömrəli sıradaydısa, növbəti bundan 20 vahid sonra, yəni 21-ci sırada nə edəcək, reallaşacaq. O dönəmdə dayanmadan Sasmo da özü düzələcək. 2021 özü də dayanmadan dəyişəcəklər düzələcək. Amma ikisinin də eyni vaxtda düzəldiyi forma 21-cidə olacaq. Deməli, bunu bu şəkildə göstərmək də olardı ki, 2021 burada gördükdə Sasmo'nun düzəldiyini gördük də 6-cıda. Sasmo hər 5 dənədən bir düzəlirsə, baxın, bunların ortaq düşməkləri üçün Sasmo 5, 5, 5, 5 deyə gedir. Və bu şəkildə yazmayan, bu şəkildə düzgün olmaz. 1-də düz olur, plus 5 6-da, plus 5 11-də, plus 5 deməli 16-da, plus 5 21-də düz olur. 4 bəs nə vaxt düz olur? 4 1-cidə, plus 4 5-cidə, 9-cuda, 14-cüdə, 19 5-də, 4 9-da, 13-cüdə, 17-cidə və 21-cidə də düz olmuş olur. Gördüyünüz kimi həqiqətən də hər ikisi 21-də doğru olmuş olurlar. Bu tipli misalları hesablayan deyil, onları nə etmək lazımdır? Bir-birinə vurmaq lazımdır. 5 və 4-ü. Tamam mı? Digər tipləri var bunun. İndi siz ikinci sinifsiniz. İkinci sinif üçün biraz ağır ola bilər. Bunu üçüncü sinifin izahında deyəcəm. Həmin hissəyə də baxa bilərsiniz. O birazcıq sizə ağır gələ bilər, amma bunun daha sadə forması var. Gəldik, deməli cavabımız olacaq nə? 21B variantı. 11-də deyir ki, bəs aşağıdakı qutu formalı fiqurların hər biri kuboiddən, onların hər biri 6 kubdan, 3 fiqurun hər biri eyni ölçülü kuboidlərlə 18 eyni kubdan istifadə neçə müxtəlif ölçülü kuboid düzəltmək olar. Bir kuboid düzəltmək üçün mənə 6 dənə lazımdırsa, mənim 18 kubum varsa, 18-i bölərəm 6-ya, bilərəm ki 3 dənə, yəni 6 üstə gəl, 6 üstə gəl, 6. Tam olaraq 3 dənə düzəltmiş olaraq. Elə zaten şəkildə də 3 dənə veribdir. Cavabımız olur nə? A variantı. Keçdik 12-yə. Aşağıdakı ədədlərdən ibarət nümunəyə diqqət edin, çatışmayan ədədi tapın. Deməli, baxdığınız zaman burada bizim ədədimiz üstə gəl 1, üstə gəl 3, üstə gəl 4, üstə gəl 7. Tamam, deməli bu elə deyilmiş, bu beləymiş, baxın. 3 ilə 4-ün cəmi 7-ni verir, 4 ilə 7-nin cəmi 11-i verir, 7 ilə 11-in cəmi 18-i verir, 7 ilə 18, 29-u və 18 ilə 29 neçəni verəcək bizə? 47-ni vermiş olacaq ki, cavabımız olacaq nə? C variantı Neftçala seriyası. Getdik növbət suala. 13. İçində 5 qarpız olan vedrənin çəkisi 3250 qramdır. Qarpızdan 3-ü götürülsə, deməli, 5 dənə qarpız 3250-dir. Çıxdıq 3 qarpızı, qaldı neçə? 2 qarpız, bu nə qədər eləyir? 1510. Bu 1510 üçün qarpız üstə gəl vedrə, qarpız üstə gəl vedrə var hər ikisindən. Burada amma yoxdur. Yəni o sadəcə orada qarpızlar deyirlər, vedrədə var axı. Buna görə bu 3 dənənin gəlin çəkisini tapaq. 3 dənənin çəkisini necə taparam? 3250-dən, yəni ümumi qabdan qalanı çıxaram. Burada möhtəşəm xəttimlə 3250 çıxılsın 1510. Çıxdığımız zaman 0, 4, 12-dən 5 çıxanda 7 və 1740 qalmış olur. 3 dənə qarpız birlikdə 1740 qramdır. Tamam mı? 3-ü birlikdə 1740-dırsa, bəs bir dənəsi nə qədərdir? 1740-ı bölərəm 3-ə. Hərəsində deməli 5 3-üm 15, 24-ün içərisində 8, deməli 24, 0, buradan da 0 gəlir bunun yanına, olur neçə? 580 qram olmuş olur bir dənəsi. Bir qarpız 580 isə burada ikisi var idi, düzdürmü? İkisi birlikdə nə qədər edir? 580, 580. Birlikdə edir 1160, düzdürmü? Deməli, 1510-dan 1160-ı qarpızların ağırlığıymış. Bəs vedrənki nə qədərdir?
1500 ondan çıxaram 1160. Burada 2 qarpız yazmağımın səbəbi var. Çünki 2 qarpız var daxı burada. Hərəsi üçün 580 yazdım da. Çıxdığımızda 0, 11-dən 6 çıxanda 5. Deməli 4-dən də 1 çıxanda 3. Cavabımız olur nə? 350 qram olmuş olur. Cavabımız olur nə? A variantı. Keçək 14-cü suala. 14-cü sualda kifayət qədər vaxt aparan suallardandır. Biraz uzaqlaşdıracağım ki, variantları da bu şəkildə görə biləsiniz. Məncə burada biz bunu vizual eləsək normal görünərmi? Əla, görünür. Bizə deyir ki, bəs tək sayda kibrit çöpü ilə cəmi neçə müxtəlif 2 rəqəmli tək ədəd yaratmaq olar? İlkin növbədə biz burada kibrit çöplərinin sayına baxmalıyıq və tək sayda kibrit çöpü ilə cəmi neçə müxtəlif 2 rəqəmli tək ədəd yaratmaq olar. Kibrit sayımız da tək olmalıdır, kibritlərin sayı da tək olmalıdır, 2 rəqəmli ədəd özü də tək olmalıdır. Kibritlərin çöplərinin cəmi tək olmalıdır bu arada. İkisi birlikdə də təkliyi qorunmalıdır. Neçədə 0? 0-ı əmələ gətirən kibritlərin sayı nə qədərdir? Yəni, yuxarıdakı qayda bildiyimizə görə məncə bu yaxınlaşdırıb baxa bilərik. Sonra ardından yaxınlaşdırıb. Çünki mən istəmirəm ki, siz burada əziyyət çəkəsiniz. Bunu belə yaxınlaşdıraq, rahat başlayaq hesablamağa. Deməli, 0 neçə kibritdən ibarətdir? 1, 2, 3, 4, 5, 6 kibritdən ibarətdir. 1, 2 kibritdən ibarətdir. Cütləri qırmızı ilə qoyacağım, sonra qarşılayım. 1, 2, 3, 4, 5. Bunda 5 dənədirsə, mən bunu nə edəcəm? Gör edəcəm. 5 dənə kibrit burada, yəni bu təklərdəndir. 1, 2, 3, 4, 5. Bu da təklərdəndir. Bu nə rəngli istifadə edim mən? 1, 2, 3, 4. 1, 2, 3, 4, 5 dənədir. Bunun sayı 1, 2, 3 dənədir. 1, 2, 3, 4, 5, 6, 7 dənədir. 3, 4, 7 dənə budur. 9 özü isə cüt olacaq. 4, 2, 6 dənə budur. Deməli, geçdik cütlərə. Bunda 4 dənədir. Bunda 4, 2, 6 dənədir. Bunda da 6 dənədir. Tamam. Buna işarə elədik. İndi biz tək ədəd yaratmalıyıq, amma kibrit çöpünün sayı nə olmalıdır? Tək olmalıdır. İlkin növbədə başlayaq. Tək ədədi yaratmaq üçün bizə nə lazımdır? Son rəqəm. 2-dən başlayıram. 10. Yaxşı mı? Tək ədəd yaratmaq üçün mənə lazımdır nə? 13, 15, 11-in özü də görəsən deyirmi? 11-in özü də olsa lap. 11, 13, 15, 17, 19. Bunlar bizim 1 ilə yarada biləcəyimiz tək ədədlərdir. 1, 1, 2 üstə gəl 2, bundan 4 kibrit çöpü olur. Bu olmaz. 13-də 1 və 3-də kibrit çöpü 7 olur. Bu okeydir. 15-də 1 ilə 2 ilə 5. 7 kibrit çöpü olur. Okeydir. 17-də 2 ilə 7, 9 kibrit çöpü olur. Bu da okeydir. 19-da isə 8 də kibrit çöpü olur. Bu isə nədir? Olmaz. Cəmi neçəsi oldu? 3-ü. Tamam mı? Bu şəkildə biz bunu davam etdirəcəyik. Hamısı üçün tək-tək bunu yazacağım sürətli formada. Buradan da mən sıranı yazıram. İndi keçdik 20-lərə. 20 özü təkdirsə, təklə tək olanda zaten cüt olacaq. Məsələn, 23 yazsam zaten mənası yoxdur. 21 yazsam mənası var, amma 23 yazsam mənası yoxdur. Niyə? Yəni, bunda sadəcə göstərmək üçün yazdım. 23 zaten 5'dir, 5'dir. Cəmi 10 eləyəcək. Onda var yazıram, yer də tutmayaq. 21 mümkündür, 23 mümkün deyil, 25 mümkün deyil, çünki ikisi də 5-5'dir. 27 mümkün deyil, 5 üstə gəlir 8 edir, amma 29 nədir? Mümkündür. Tamam mı? Fikir verirsə 21, 29. Sayı cüt olanlarla sadəcə 1-9 alına bilir. Bu o deməkdir ki, avtomatik olaraq 40-la da eyni şey olacaq. 41, 49. Yox, üzr istəyirəm. Sayı cüt olan dediyim, bunun sayı cüt olan. Yəni 31 ilə 39-da da eyni şey olacaq. Çünki bunda da sayı təkdir axı. Sonra 50-də də eyni şey olacaq. 51, 59. Ardından 70-də də eyni şey olacaq. 71, 79. 80-də də eyni şey olacaq. 80-də də çünki sayı təkdir. 81, 89 olmuş olacaq. 10, 20, 30 aradan çıxdı, qaldı 40-dan 60. 10, 20, 30, 50, 70, 80. 90-dan qalıb
Keçdiyində sayı cüt olanlar. Sayı cüt olanlarda isə məsələn hansı qalıb? 20, 30, 40 qalıb. 40 sayı cüt olandır. Sayı cüt olanları isə bununla eynidirlər. Yəni axırı 3 ola bilər, axırı 5 ola bilər, axırı 7 ola bilər. Çünki 1-də də cüt idi axı. Bunlar da cüt olanlardır ki, bu şəkildə alınırlar. 15 və 17. Burada da eyni 43, 45, 47. Həqiqətən baxaq. 43 tək verir sayı. 41-i yazmıram, zaten cütdür. 43 tək verir. 45 tək verir. 47 tək verir. Yəni bu şəkildə. 60-da da eynidir. 60 da cütdür. Aha. 63, 65 və 67 olacaq bunda da. 90-da da cüt sayda kibrit var idi, onda da eyni şey olacaq. 93, 95 və 97. Gördünüzmü? Yəni 2 dənə nümunə yazandan sonra bir cüt sayda olan kibritlər üçün, bir də tək sayda kibritlər üçün yazdıqdan sonra artıq avtomatik olaraq hamısı üçün eyni şey çıxmış olur. Sadəcə öndəki dəyişir, arxa eyni formada qalır. Deməli, 1, 2, 3, 4, 1, 2, 3 dənə bundan, 1, 2, 3, 4 dənə forma. 4 vurursunuz. 12 dənə. Burada yaranır. 1, 2, 3, 4, 5, hərəsinə də 2 dənə olmaqla 10 dənə də burada yaranır. 10 üstə gəlsin. 12 cavabımız olur nə? 22 kibrit düzəltmək nədir? Mümkündür. Cavablarda da bu nədir? Avtomatik olaraq olmadığına görə Y variantını götürəcək. Mən yadımdadır ki, deyəsən burada Y alınırdı. Yaxşı. Davam edək. 14-də idik biz. Aha, 15-ci sual. Aha. Səhnədə deməli şagirdlər dayanıblar Sasvonun mükafatlandırması üçün. Birinci yazı hissəsini qoyum ki, ingilis bölmələri də oxuya bilsinlər. Deməli 9 şagird dayanıbdır səhnədə. Bu 9 nəfərdən 7-si 5-ci sinifdir. Şagirdlərdən 5 nəfər qızıl medal alınıb, 4 nəfər isə nədir? Gümüş medal qazanıbdır uşaqlar. Və bizə deyir ki, qızıllarla gümüşlər yanaşı gümüşlər olan hər bir şagirdin hər iki tərəfində qızıllar olmalıdır, həm solunda, həm sağında və qızıllar yanaşı durmamalıdır. Belə olan halda belə bir görüntü çıxır ortaya. Deməli bu boşluğa yazaq. Qızıl, gümüş, qızıl, gümüş, qızıl, gümüş, qızıl, gümüş, qızıl. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 nəfərdir. Bu birinci şərtlə ikinci şərti ödədik. Üçüncü şərtdə deyir ki, birinci və axırıncı yerdə dayananlar nə deyil? 5-ci sinif deyirlər. Bunlar 5-ci sinif olmadığına görə biz əvvəldən bilirik ki, 5-ci sinif şagirdlərinin neçəsi? Tam olaraq 5-ci sinif şagirdi burada 7 nəfər idi, düzdürmü? 7 nəfər olduğuna görə belə olan halda artıq yerdə qalan 7 nəfərin 7-si də 5-ci sinifsə neçə nəfər 5-ci sinif qızıl medal mükafatçısıdır avtomatik olaraq? 1, 2, 3 nəfər olmuş olur. Cavabımız olur nə? 3. C variantı. Keçdik 16-cı suala. Konsert salonunda qadınların sayı kişilərin sayından 4 dəfə çox idi. Qadınlar kişilərdən 126 nəfər çox idisə, konsert salonunda neçə nəfər var? Deməli, qadınların sayları kişilərin saylarına 4 dəfə çoxdursa, kişilərin saylarına mən x deyirəm, qadınların sayına nə deyirəm? Ondan 4 dəfə çox olan 4x deyirəm uşaqlar. Və deyir ki, qadınlar kişilərdən 126 nəfər çoxdur. Yəni, qadınların sayından kişilərin sayını çıxanda 126 edir deməkdir bu. 4x-dən x çıxanda qalır. 3x bərabərdir 126, x də bərabərdir nəyə? 126 bölünsün 3-ə. Yəni, bölüyə burada 3-ə. 4 dəfə 12, 0, ardından 6-nın da içərisində 3 dəfə, 2 dəfə 3-üm, 6, 0. Cavabımız olur nə? 42. İndi görə nəyi soruşur? Biz x-i tapdıq. Kişilərin sayı 42-dir. Konsert salonunda cəmi neçə nəfər var idi? 4x qadın var idi, x də kişi var idi. 5x damısı birlikdə. İstəsəz birbaşa 5-i 42-yə vura bilərsiniz. Ya da siz kişilərin qiymətlərini yerinə yazarsınız 42, ardından qadınları da təkcə hesablamaq üçün 168 də qadınlar edir. Bu şəkildə də hesab edə bilərsiniz. Yəni hansısa rahatsa. Cavabımız olur nə? 210 nəfər var imiş konsert salonunda. Keçək 17-ci suala. 17-ci sualda eynidir. Deməli, buradan ikinci sintek sualla eynidir. Ördəklərin hasilləri 16 olduğuna görə deməli bu ördəklərin hər biri 4-dür. Ördəyin 4 olduğunu yazdım. At 7 olmuş olur. At 7, ördək 4-sə 7-nin 4-ə vuranda 28, üstünə 3 gəldi deyir nə? 31 A edir. Bizdən isə axırda bu üçünün cəmini soruşur.
7 üstə gəlsin 4, üstə gəlsin 3. Cavabımız neçə? 14 almış olduq sualımızın cavabını. 18. Aşağıdakı figurda neçə üçbucaq var? 1, 2, 3, 4 dənə üçbucaq var, təkli. Təkli 4 dənə. 2 üçbucaqdan ibarət olan 1, yəni bu nə deməkdir? Bax, bu ikisi birlikdə. Yəni 2 figuru daşıdığına görə içərisində mən belə çəkirəm. 1, ardından bax budur. 2, ardından bax budur. 3, ardından bax budur. 4. Deməli, 2 üçbucaqdan ibarət olan 4 dənədir. Və keçdik daha böyük üçbucaq varmı burada ona? Aha, üçlü var bir dənə. Bax, bu üçlüdür gördüyünüz. Bundan da bir ədəd var. Üçlüdən də bir ədəd. Həqiqətən 1, 2, 3 nədir? Hissədən ibarətdir. Deməli, 1, 2, 3, 4 dənə təkli, 1, 2, 3, 4 dənə ikili və üçlüdən isə nədir? 1 dənədir. Ümumilikdə 9 dənə üçbucaq eləmiş olur. Ola bilsin ki, daha çox saya bilərsiniz. Əgər elə bir şeydirsə, rəy bölməsində bildirə bilərsiniz. Cavab olur burada nə? 9. Keçək növbəti sualımıza. Aşağıdakı qrafikdə 4 oğlan yığdığı oyun kartlarının sayı göstərir. Oğlanlar cəmi 204 oyun kart toplayıbsa, hər kvadrat neçə kart deməkdir? Deməli, burada baxıram, bundan neçə dənədir? 4 dənədir. Buradan 4 dənədirsə 5, 6, 7, 8, 9, 10 dənə bundadır. Bunda 10 dənədir. Bunda 4 oldu. 10'sa bundan 2 əksiydi. Bunda 8 dənədir. 10'sa bundan 2 artıq da 12 də bundadır. Toplamı nə qədər edir bunların? Deməli, 12, 8, 20, 30, 34 dənə kvadrat eləmiş olur. 34 dənə kvadrat, 34 kv bərabərsə 204-ə. Görək, bir kvadrat nə qədərdir? 204-ə bölü deməli 34-ə. İçərisində yerləşir neçə dəfə? Tam olaraq 6 dəfə yerləşir. 6, 4, 24, 4, 2 yadda 6, 3, 18, 2 də yadda 20. Deməli, bir kvadrat neçə kart deməkmiş? Tam olaraq 6 kart demək imiş. Keçək 20-ci suala. Bayaqki sualla bu da eynidir. Yəni burada biz artıq digər qaydanı deyə bilərik, birinci siniflərdəki qaydanı. Mən burada dərhal nə edəcəm? Burada dərhal 1 yazıram və bunu 1 bu şəkildə, burada da 1 bu şəkildə. Yəni başlanğıc nöqtəyə 1 yazırsınız və onun yerləşdiyi sətir və sütunları birləyirsiniz. 1 ilə 1 burada olacaq neçə? 2. Ardından burada yenə 2 olaraq davam edəcək. 2 buradan gələcək, 1 buradan gələcək, ikisi birlikdə olacaq 3. Ardından 2 aşağıya doğru düşəcək. 2 ilə 1 birləşir, 1 olacaq 3 və bu 3 ilə bu 3 də birləşəcək, burada olacaq neçə? 6 olmuş olacaq. Yəni birinci sinifdə bu qayda izah eləmişəm deyə orada daha yavaş izah eləmişdim. Yəni əsas odur ki, birləşmə nöqtələrini nə edirsiniz? Toplayırsınız uşaqlar. 21-də aşağıdakı bütün hərflər müxtəlif rəqəmləri ifadə edirsə, B üstə gəlsin D ondan böyükdürsə, gördüyünüz ki, B üstə gəlsin D-nin 2 şansı var idi. Ya B üstə gəl D 7 olmalıdır, ya da B üstə gəlsin D neçə olmalıdır? 17 olmalıdır. Zaten bizi özü ondan böyük olduğunu deyirsə, avtomatik olaraq 17-dir. O zaman B üstə gəl D 17-dirsə, 7 yazırıq, 1 yadda qalır. O yadda qalan bir hara keçir? Qarşı tərəfə keçirsə, deməli A ilə C-nin cəmi normalda 13 yox, nədir? A ilə C-nin cəmi normalda 12-dir. O yadda qalan 1 bunu 13-ə çevirib, yaxşımı? Bizdən bu 4-ün cəmini gözləyirsə, B üstə gəlsin D 17-yə, A üstə gəlsin C də 12-yə bərabərdirsə, 4-ü birlikdə neçə edir? 29 olmuş olur. 22, bəs aşağıda deyir ki, ədədləri seçərək ən böyük cəmi tapın. Yenə, hər sətirdən bir dənə, hər sütundan bir dənə seçə bilirəm mən. Belə olan halda mən əgər 13-ü seçsəm, 11, 8, 12 və 7 gedir, yerdə 10 ilə 6 qalır ki, 13, 6, 29, 39 olmuş olur. Halbuki mən 13-ü yox, onun yerinə 12-ni, 11-i və 10-u seçsəm, 12-ni seçsəm, bunları seçə bilmirəm, 11-i seçsəm, bunları seçə bilmirəm, 10-u seçsəm də zaten 7 bilən 10 qalır, onu seçə bilirəm. Hamısı birlikdə 11 üstə gəl, 12 üstə gəl, 10 ən böyük cəmi almış olduq ki, cəmimiz olur neçə? 3 olmuş olur. Bayaqkında neçə idi? Deməli 13,
10 və 6-nı seçmişdik də. 28 eləmişdi. Burada esensiyadə 30 deyildi. Bayaq esensiyadə bilmirəm 38 deyəsən demişdim. Hə, məndə var elə şeylər. Deməli, 23-də Jason'ın yaşı bu il 7-nin bölünəndir. Növbəti il onun yaşı 9-un bölünən olacaq. Bu tipli sualları tapmaq üçün ilk növbədə böyüyün bölünənlərini yazırsınız. 58 yaşına hələ çatmayıbsa 58-ə qədər 9-ları düzürsünüz. 9, 18, 27, 36, 45, 54 dayandıq. 63-ə getmirik. Bu ədədlərdən hansından bir çıxanda 7-yə bölünür? Deməli, 9-dan bir çıxanda 8-dir. Bölünmür, 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 bölünür. 36-dan bir çıxanda, yəni keçən illəri 35 yaşı var imiş ki, bu nə edir? 7-yə bölünə bilir. Deməli, hazırda Jason'ın 35 yaşı var ki, 7-yə bölünür. Gələnləri plus 1, 36 yaş olacaq ki, onda da 9-a bölünə bilir. Bu il onun neçə yaşı var? 35 yaş olmuş olur. Keçdik 24-cü suala. 3 rəqəmli cüt ədədin rəqəmlərinin cəmi 21-dir. Bu cür 3 rəqəmli mümkün ən kiçik ədədi tapın. 3 rəqəmli cüt ədədin rəqəmlərinin cəmi 21-dirsə, mümkün ən kiçik ədədi tapmaq üçün mən ən sona bacardığım ən böyük ədədi yazmalıyam. Bu normalda ağlımıza ilk hansı rəqəm gəlirdi? 9. Amma bizə cüt dediyinə görə mən bura 9 yox, məcbur nə yazacağam uşaqlar? 8 yazacağam. Ardından ikinci hissəyə də 9 yazacağam ki, ən kiçik almağım üçün arxa təklik və onluq hissəsi, yəni böyük olmalıdır. Tam tərsinə, ən böyük əldə eləmək üçünsə, bura maksimum kiçik olmalıdır. Biz ədədi yazmağa həmişə nə edəcəyik? Sonundan başlayacaq. Ən kiçikləri sona doğru düzək ki, öndə ən böyüyü əldə eləmiş olaq. 8, 9, 17-dirsə, bura neçə olacaq? 4 düşəcək. Cəmi də həqiqətən də neçə verəcək? 21 vermiş olacaq. Yəni cavabımız olacaq. Mümkün ən kiçik ədədi deyir tapın. 498 olacaq bizim sualın düzgün cavabı. Axırıncı sual 25. Aşağıdakı şəkildə standart ölçülü zər kvadratlar ətrafında işarəsi olan kvadrat üst tərəfinə çatana qədər fırlanır. Zərin qarşı tərəfləri ədədlərin cəmi 7 olarsa, sual işarəsi yazılan yerdə kvadrat hansı ədəd olacaq? Deməli, bu zər bir-bir aşağı gəlir, düzdürmü? Baxaq. Hazırda zərin hərəkətlədiyi mövqedə bu formada aşır deyə, yəni bu formada mən çəksəm, burada 1-dir, onun arxasında isə görünmək istəyirsə 6-dır, bu şəkildə aşırsa. Burada 3-dür, onun altında 4-dür, burada 2-dirsə, burada da nədir? 5-dir. İndi bir dənə belə kuruq vuracaq. Bir dənə belə kuruq vursa nə olacaq? Eyni şeyi təzədən çəkirəm, yenə mərkəzdə 1 ilə 6 öz yerindədir. Və buradayıq. 1 ilə 6 öz yerindədir, düzdürmü? 3 bir dənə önə gəldi, düzdür? 3 oldu burada, 2 alta keçdi, bir səfər artıq 2 buradadır, 2 alta keçdi. Yəni təkər kimi belə-belə fırlatacaq da biz bunu, amma bura sabit qalacaq. 1 sabit qalmaq şərti ilə belə-belə fırlada gedəcək. 2, 3, 4, 2 ilə də 5 bu şəkildə. Bir dənə də qabağa getdik, yəni bura gəldik. Bura gələndə nə baş verəcək? Bəs bura gələndə isə bu səfər də yenə çəkdim. Bu səfər də 3 alta düşdü, 2 bura qalxdı, 5 burada oldu, 4 burada oldu, 1 ilə 6 dəyişmədi. Deməli, bir dəfə fırlatdıq, bura gəldik, bir dəfə fırlatdıq, bura gəldik, bir dəfə də fırladırıq bura üçün. Bir dəfə də fırlatdıq yenə bunlar belə fırlanır özlərində. Bu səfər 5 alta getdi, 3 bura gəldi, 2 buradadır, 4 buradadır. Mərkəzdə isə 1 ilə 6 neynədir? Qaldı. Gəldi, çıxdı bura. İndi üzü bizə tərəfə gəlir. Üzü bizə tərəfə gəlirsə, bu dəqiqə üçün təkəri fırladan nə olacaq? 3 ilə 4 təkəri fırlatacaq. 1 aşacaq aşağıya. Yəni, bu səfər bax bu formadadır. İndi təkəri fırladan ən sonda dayanan 3 ilə 4-dür. 3 ilə 4 təkəri fırlatacaq. Və ən birinci aşağıya düşəcək olan nədir? Bax, bu dəqiqə üçün onun vəziyyətində biz bunu özümüzə tərəf aşırsaq 1 alta düşəcək. 1 alta düşəcək. Bax, bura gəldiyimizdə deməli 6 yuxarıdadır. Yaxşı mı? Sağa doğru dönəcək. Deməli 1 aşağı düşdü, 6 oradadır və bir indi buradadırsa, bizə dəqiqə 2 onun yanındadır da, çünki bu şəkildə dayanmışdıq. 1 düşdü, 1 aşağıya düşdüsə, 1-dən sonra gələcək olan 2-dir. Niyə? Çünki 2 üstə idi. Bax, 2 üstə imiş. Mən də bunu belə pozaq. Bu dəqiqə dayandığı vəziyyətdə 2 üstə imiş. Tamam mı?
1 açdısa növbəti hansı aşacaq? 2 aşacaq da. Deməli, 1-dən sonra gələcək olan 2-dirsə, 2-ni buraya yazdım, 5-ə yazdım. Bu bir dəfə də belə fırlandı. Bura gəldik. Bura gələndə nə baş verdi? Yenə 3 ilə 4 təkərdilər. Ortadadır. 2 keçdi aşağıya. 1 gəldi bura, 6 bura, 5 bura. Bu formada. İndi isə necə dayanıblar? Bax, burada dayanıblar. İndi sola doğru. Bir dəfə də sola doğru qaydacaq. Belə-belə aşağı-aşağı gəldik. 3 ilə 4 mərkəzli idi, düzdürmü? Yəni, bu dəqiqə üçün bunların duruşlarını göstərsəm mən sizə, bu zərin üzərində necə dayandıqlarını. Bu dəqiqə üçün 5 üstdədir. Üstdəki deməli. 5 üstdədir. 3-dən 4 buradadılar. 4 buradadır. 3 bu biri tərəfdədir. Altdakı 2-dir, üstdəki 5-dir. Öndəki isə neçədir? Bu dəqiqə üçün bizim önümüzdə gördüyümüz 6-dır. Öndəki görürsünüz 6-dır. İndi bunlar yenə belə-belə aşacaqdır. Bir dənə geriyə doğru aşacaqsa, bu şəkli təzədən yadımıza salaq. Görürsünüzmü? Bunun sadəcə tərs formasıdır da. Yenə 1 ilə 6 təkər funksiyasını daşıyırlar. Yuxarıda 2-dir, aşağıda 5-dir. Bu səfər amma sağda 4-dür, sağda 4, solda 3, hər şeyi eynidir. 2 dəfə aşmışıq axı, 2 dəfə aşmışıq deyə hər şey eynidir. Sadəcə üzr istəyirəm. 2 ilə 5 yer dəyişib, mən səhv yazdım. 2 ilə 5 yer dəyişib. 4 yerində, 3 yerində. İndi bu nə edəcək? Sola doğru aşırdacaq. Sola doğru aşanda bu səfər 4 yox, tərsinə 3 girəcək kubun altına. 3 deməli aşağıda olacaq. 4 buradadır, 2 burada, 5 burada, 1 ilə də 6 nədir? Mərkəzdədirlər bu formada. Ardından hazırda biz buradayıq. İndi yenidən inəcəyik, önə doğru gəlməyə başlayacaq ki, bu dəqiqəki vəziyyətini də sizə göstərim ki, rahat başa düşə biləsiniz. Bu dəqiqəki vəziyyətində isə deməli, hazırda dayandığı vəziyyətdə öndə görünən nədir? Öndə görünən deməli 1-dir, sağda 2-dir, yuxarıda 4-dür, solda 5-dir, aşağıdakı isə 3-dür. Tamam mı? Bu formada indi bizim yenə də 5-də 2-miz bu səfər bizim olacaq təkərimizin qıraqları və bunu fırladacaq. Deməli, bunu çəkirəm. 3 altdadır. 4 üstdədir. Bu səfər 2 ilə 5 bizim təkərimiz olacaqlar. Çünki 2 ilə 5-i tutub fırlada aparacaq. 3, 4 və 1 öndədir, görünən 1-dir, 6 isə arxadadır. İndi bunu belə aşıracaq. Bir dəfə aşırdıq, gəldi, çıxdı bura. Nə oldu? 1 keçdi 6-a, 3 gəldi bura, 6 bura, 4 bura, 2 ilə 5 yerində. Bir dəfə də aşırdıq. Deməli, nə oldu? 4 gəldi, düşdü aşağıya. 3 qalxdı yuxarıya, 1 buradadır, 6 buradadır, 2 ilə də 5 yerində. Bir dəfə də aşırsaq əgər, bu səfər nə olacaq? 6 gəlib girəcək aşağıya, 1 yuxarıda, 4 burada, 3 burada, 2 ilə də 5 təkər yerində. Cavabımız olacaq nə? 6 olmuş olacaq. Belə dostlar, yəni bu həqiqətən də bu şəkildə çəkə-çəkə getməkdənsə, əgər onu gözünüzün qabağında canlandıra bilsəz, onun açdığını, fırlandığını, bizə tərəf gəldiyini gözünüzün qabağında canlandıra bilsəz, bu sizə də yəni xeyir olmuş olar ki, daha sürətli hesablaya bilərsiniz. Bugünkü biz videomuzda SASMO 2021 2-ci sinifinə baxdıq. Növbəti videoda isə 3-cü sinifə bu şəkildə davam etdirəcəm. Bacardığım qədər SASMO Olimpiyadasına qədər bütün videoları bitirməyə çalışacağam. Növbəti videolardan xəbərdar olmaq üçün kanalımıza abunə olun. Əgər hər hansı bir müraciətiniz və ya təklifiniz varsa isə rəy bölməsində bildirə bilərsiniz. Hələlik dostlar, növbəti videoda görüşmək ümidi ilə sağ olun.